Deməli, bu gördüyünüz mebeli görürsünüz hal-hazırda. Bunu görürsünüz, quraq atılıb burada. Bura beləsinə düzgün deyil axı, quraq atmaq olmaz. Gör nətər. Buna bax. Sən çatlayıb. Maykanın yanına quraq atmaq olmaz. Gör quraq hara gəlib düşür. Su bəs oradan verəndən sonra bu şişib onun ağzı yaman günə qalmayacaq. Niyə qalmır? Təbii ki qalacaq. Gör nətər köpüb. Gör. Görsən vəziyyət. Nətər şişib. Sənətə dəyər vermək lazımdır. Sənətə dəyər vermək lazımdır. Belə yox. Hələ burada kəsilişə bax. Kanalizasiya üçün yer kəsilib. Görsənmi? Bu boyda mebel kəsərlər. Məqsədim kiminsə işini pisləmək deyil, amma çörək deyəndə halal yemək lazımdır. Çünki o insan da əziyyət çəkir, əynindən qarnından kəsir, deyir ki, düzəltdirim kalan geçsin. Da belə yox da. Gör nə vəziyyətə düşüb. İnsanlıq da yaşayıb axı. O insan yanında deyil, sənə etibar eləyib, arxayan eləyib, sənə çıxıb gedib. Bəs sənin etibarın budur. Bunun köhnə vəziyyətini gördünüzsə, mən bunu yığanda, yığıb sizə göstərəcəm. Yığıb göstərəcəm. 2 dənə mebeldən bir hissəsini bu hissədən elə bir ki, köhnəni çıxarıb yeniləyəcəm. O tərəfdəki listləri görürsünüz, onlar çıxmalıdır. 2 list bura gəlməlidir. Paltar yan qurulacaq. Qaza ehtiyac olmadığına görə qaz ləğv olunmalıdır. Qaz istəmirlər. Ləğv olunmalıdır ona görə. Mebeli kəsəndə gör nətər kəsirlər. Düz dibə. Biraz azor ver, o üzə çəkdi elə. Gətirib bura dibə sökəməyin nə mənası var ki? Buna bax. Mebeli zayılayıb düz dibindən, atmağın üzərindən kəsdi. Nə bilməyim. Hələ bir cürə işləyir. Yenə Allah hamının işini avand eləsin, yallar olsun, bol eləsin. Bir şey demirəm ki, heç kəsə. Hamı əziyyət çəkir. Amma fikirləşmək lazımdır ki, bunu düzəltdirən adam da əziyyət çəkir. Onu düzəltdirən adam da əziyyət çəkir. O da havaydan gəlmir. O da əynindən qarnından kəsir ki, işi düzəlsin, yaxşı olsun, səliqəli olsun. Etibar eləyib işi təslim verəndə o demək deyil ki, işin axırını kəsib beləcə moykanın yanında quraq atmaq lazımdır. Mən indi bunu yığacam. Yəni, bugünkü gündə özümü tərif eləmirəm. Yəni ki, mən də işləyərəm, mən də yığaram bunu. Nə vəziyyətdən, nə vəziyyətə. Yəni, köhnə vəziyyətinə də baxdınızda gördünüz necədir. Mən yığdığım versiyada baxarsınız. Görün mən yığdığım necədir, ona da baxarsınız. Görsədəcəm hamısını çəkib. Mən aldığım list təzə almışam. Bunu quracam ora, üzərinə. Gördünüzmü? Universal mərifət tutsaq. Universal mərifət tutsaq da. Oldu, sağ olun, Allah amanında.